Arıqlamaq və qarın piylərindən azad olmaq üçün çörək otunun faydaları. Başlamazdan əvvəl ən son videolarımızdan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı və zəngə basmağı unutmayın. Əgər telefonunuzdan izləyirsinizsə, parametrlərinizə daxil olduğunuzdan və bildirişləri yandırdığınızdan əmin olun. Xəbərdarlıq. Bu video təhsil məqsədləri üçündür və tibbi məsləhəti və ya müalicəni əvəz etmir. Bir çoxumuz, xüsusən də qarın bölgəsində arıqlamaqda çətinlik çəkirik. Çörəkotu adlandırdığımız qara zirə yağı piylərin əriməsi üçün dünyada ən güclü təbii vasitələrdən biridir və bütün dünyada milyonlarla insan tərəfindən istifadə edilmişdir. Çoxları bunu təbiətin möcüzələrindən biri adlandırır, xüsusən də arıqlamaq üçün. İştahı boğaraq, qan şəkərini tənzimləyərək, xolesterin və triqliseridləri balanslaşdıraraq təsir göstərir. Həm də bütün növ xəstəliklər və infeksiyalarla mübarizə aparan bir çox sağlıqlı birləşmələri özündə cəmləyir. Bundan istifadə edərək arıqlamaq üçün aşağıdakı resepti tövsiyə edirik. Ehtiyacınız olacaq ləvazimatlar: 250 ml bulaq suyu, 1 xörək qaşığı soyuq preslənmiş çörək otu, qara zirə yağı, 1 xörək qaşığı üzvü xam bal, 1 çay qaşığı darçın tozu. Hazırlanması: sadəcə olaraq bu inqrediyentləri bir stəkanda qarışdırıb səhər yeməyindən 30 dəqiqə əvvəl için, gecə yatmazdan əvvəl bunu yenidən için. Günlər ərzində xüsusilə mədə nahiyəsində yağ itirməyə başlayacaqsınız. Sürətli arıqlamaq üçün bunu bir neçə həftə davam etdirə bilərsiniz. Çörəkotu adlandırdığımız qara zirə yağının çox müxtəlif növləri var. Bəzi ucuz çeşidlər zəifdir və təsir göstərməyəcək. Keyfiyyətli soyuq preslənmiş qara zirə yağı aldığınızdan əmin olun. Keyfiyyətli yağın çox güclü dadı və qoxusu var. Bal və darçın bunu daha dadlı edəcək. Bu qarışım çoxlu qida və sağlıqlı birləşmələrlə bədəninizin sağlamlığını sürətlə artırmaq üçün təsir edir. Daha tez-tez tualetdən istifadə etdiyinizi görəcəksiniz. Bu müsbət əlamətdir. Kilo vermək üçün gündə ən azı 2 dəfə bağırsaq hərəkətliliyi olmalıdır. Qarışım həmçinin oynaq və əzələ ağrılarına kömək edə bilər. Qara zirə toxumlarının sağlamlıq faydaları haqqında daha çox şey öyrənmək üçün qara zirə toxumlarının sağlamlıq faydaları adlı videomuza baxın. Və ya saçların uzanmasına kömək etmək barədə bu möcüzəvi yağdan istifadə etmək qaydası haqqında saçların böyüməsi üçün qara zirə yağı adlı videomuza baxa bilərsiniz. Dinlədiyiniz üçün çox sağ olun. Belə videoların davamının gəlməsini istəyirsinizsə, bu videonu bəyənin, paylaşın və kanala abunə olmağı unutmayın. Digər videolara baxmaq üçün kanalımıza keçid edə və yaxud buradakı hər hansı 2 videodan birini seçərək izləyə bilərsiniz.